Gəmiyə standart qiymət birinci və ikinci mərtəbə üçün 5 manatdır. Üçüncü mərtəbə gəldi, oraya isə 10 manatdır. Akşam saat 8'e kimi gəmiyə minə bilərsiniz. 8'den sonra təyyarət göstərir. Səhər saat 9'dan akşam saat 8'e kimi. Açıq və qapalı olmaqla 2 hissədən ibarətdir. Bura qapalı hissəsidir. İçəridə də otura bilərsiniz. Yağış olanda, soyuq olanda. Yuxarıda da və birinci mərtəbədə isi var. İçəridə çay istəsəz, çay 2 manatdır, kofelər isə 5 manatdan başlayır. Sadə qəndlə çay 2 manatdır. 45 dəqiqə gəmi gəzirsiniz. Ümumilikdə 45 dəqiqə gəmi ilə səyahət edirsiniz. Eyni İstanbulda olanlar bu gəmi ilə bilirəm ki 100% səyahət edib, buna oxşar eyni.